Günümüz bu cür keçir. Drakonu döyüşə hazırlayırıq. Don. Сelamun aleyküm. Aleyküm salam. Отакі хлопці, Не миті, не бриті. не миті, не бриті, стомлені, але не скорені. Вийшли з Бахмуту. Слава Україні! Героям слава. Инвалид, блядь. День рождения? Да, с днем рождения тебя. Желаем тебе всего-всего самого наилучшего. Из Черкова нашел этот Да, с Черкова, именно с Черкова, блядь. да. Спасибо, спасибо. Треба свічки Загадывай желание. Загадывать? Тільки не кажи його. Не надо гадать? Да, голосні про себе і все. І свічки вийти? Будемо базати. Задавай. Тут не вмієш. Пиздец, блядь. Не, аккуратно. Блядь, не задувай, ты заебал. Ти що? Так, оце воно. Ох ти. Оце нормально. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar, əziz dinləyicilər. Yenə də Ukraynanın Kiyev şəhərindən dünya Azərbaycanlılarına salam olsun. Dostlar, xilas verilişində bu dəfə sizə şəhid Əfqan Orucov barədə danışmaq istəyirəm. Daha doğrusu mən yox, şəhidimizin anası Elmira xanım danışacaq. Onu istərdim sizlərə təqdim edeyim, sizlərlə tanış edeyim. Əfqan Orucov 1992-ci il təvəllüdlü, Azərbaycan əsilli, Azərbaycan vətəndaşı. Birinci verilişimizə baxmısınızsa, orada mən demişdim ki, Ukrayna ilə Rusiya müharibəsində tək Azərbaycan əsilli Ukrayna vətəndaşları yox, həm də Azərbaycan əsilli Azərbaycan vətəndaşları da döyüşür, könüllü olaraq döyüşürlər. Və bunlardan biri də Allah rəhmət eləsin, şəhid Əfqan Orucov olub. Əslən Naxçıvan şəhərindən olan Əfqan tələbəli illərini yaşayıb burada və müharibə zamanı könüllü olaraq özünü belə deyək, haqq naminə fəda edib şəhid olub. Və hal-hazırda sizləri Əfqan Orucovun anası Elmira xanımla tanış eləmək istəyirəm. Elmira xanım, salam. Salam. Öncə Allah rəhmət eləsin. Zaten yeri cənnətdir, yeri behişdir. Başınız sağ olsun. Yəqin ki, Əfqan barədə sizi qədər biz bilə bilmərik. Siz paylaşardınız hisslərinizi. Mən Əfqan barədə nə deyə bilərəm? Yəni, uşaqlıqdan başlasam, uşaqlıqda çox fərqli uşaq idi. Həmişə də güzgünün qabağında durub deyərdi ki, mən hamı kimi deyiləm. Fərqliyəm. Çox böyük, Azərbaycanda olanda da çox böyük hərbiyə marağı var idi. Hərbi, onun ilə ki, mənim atam 41-45-in iştirakçısı olubdu. Həmişə bilmirəm, yəqin ki, babasından keçmə bir şeydir. Çox marağı var idi hərbiyə. Azərbaycanda onun ayağının altı düz idi deyə əsgər aparmırdılar. Bu düşündü, daşındı, mənə də bildirmədən gedib hərbi nazirliyə yazıb ki, mənim bir ayağımın altı düzdür, niyə mənə əsgər aparmırsınız? Özü də döyüş bölgəsində. O vaxt döyüşlər gedirdi də Azərbaycanda. Ağdamda döyüş bölgəsində oldu, il yarım. Yəni, bunun uşaqlıqdan hərbiyə çox böyük, böyle ətrafı da bilirdi ki, hərbi onun canıdır, ciyəridir, ürəyidir. Sadəcə oxumaq da onun çox böyük arzusu olub. Oxumağının da səbəbin, belə deyim, o Azərbaycanda əsgərdən gəldi, Sokarda fəhlə işlədi. Bunun bir dənə müdürü var idi, biraz yaşlı idi. Əfqanla nəsə xasiyyətləri yönləşmədi. O, Əfqanın adına qara fəhlə deyirdi. Harada görülmüş, deyilmiş ki, sən nəsən ki, qara fəhləsən. Bir gün gəldi və əsəbi halda dedi ki, mama, mən Ramizin acığını oxuyacağım. Oxuyub, mən savadlı olacağım ki, dediyin elədi. Gəldi 2016-cı ildə Kiyev Politexnik İnstitutuna sənədlərini verdi. Azərbaycanda o Sokarın peşə məktəbini qurtarmışdı, qaynaq üzrə. Davam elədi institutda.
4 il oxudu. 4 il oxuyandan sonra dedim, amma davam eləmək istəyirəm. Ancaq bir müddət biraz imkansızlıqla magistra verə bilmədi. O dövr girdik işə Aqrar Sənaye İnstitutuna Kiyevdə. Qaynaqçı kimi girdi. Orada başladı işləməyə. Bu bildiyimiz məlum məsələ fevralın 23-dən 24-ünə keçən gecə məlum məsələdir ki, Ukrayna bomba atəşi altında oldu. Bir gecəni evdə otura bildi. Sabahsı günü zəng vurdu ki, mama, mən nə qədər oturum evdə? Oturmayacağam. Mən qoşulacağam, bəs hələ onda Kiyevdə, mərkəzdə əlbəyaxa döyüşü idi. Ruslar Kiyevdə idi. Başladı döyüşlərə. Birinci sənədləri düzəlmədi. Yəni ilk gündən başladı. Ancaq sənədləri hardasa 4 ay, 5 ay çəkdi ki, o kontraktını bağladı sonra. Ancaq ilk gündən döyüşürdü. Yəni bunun ətrafı da bilir. Düzdür, sənət öz bilirsiz, sənət üzərində imza elədi ki, imzası bir neçə aydan sonra oldu. Kontraktını bağladı, döyüşdü. Döyüşlərdə ən çətin yerlərdə, Baxmutda, nə bilim, ən ağır yerlərə gedib çıxdı. 3 ili bitdi. 3 ili bitdik. Yəni ki, yaralandı. Bir dəfə ayağından, bir neçə dəfə qəlbə bədənində oldu, əməliyyat olundu. Dedim ayaqdan, sən də, həm də o veterandır. Həm də veteran idi buranın. Mən fikirləşdim ki, bəsdir da. Dedi ki, yox mama. İstəmirdi. Yəni başlanğıcdan belə deyim sizə, mən başlanğıcda ana kimi rəva bilmədim. Yəni düz mənə başa düşün. Mən düşündüm ki, oğlumdur, tək uşaqdır, nə zülmdən böyütmüşəm, müharibə nə olduğunu hamımız bilirik, bunu Azərbaycandan da bilirik. Yəni biraz tərəddüd elədim. Dedim ki, ayaqdan, bəlkə getməyəsən, hələ müharibənin ilk günlərində. Dedim, amma düşün, bir şey düşün ki, sən bir evə qonaq getmişsən, o evə oğru girirsə, sən durub qaçırsan, yoxsa ev yəsinə kömək edirsən ki, o oğrunu vurub evdən çıxardasan. Dedim, mən bu ölkəyə gəldim təhsil almaq üçün. Bu ölkədə yaşadım. Mən fikirləşirəm ki, bura Rus giribsə, mən bu millətlə bərabər sıxışdırıb onu buradan çıxardacağam. Yəni, bunun ilk sözü bu oldu ki, yox, mən bunlarla bərabər çiyin-çiyinə döyüşəcəyim. Döyüşdü də, yəni ki, yəqin ki, hər hissələr bilir onun nə cür döyüş qabiliyyətini onlar təsdiq eləyər. Mən desəm, bəlkə də düzgün çıxmaz, deyəcəklər, anadır, yəqin ki, özündə böyüdür. Bunu da nəzərə alım. Yəni, onun keçdiyi yol, aldığı medallar, təltiflər göz qabağındadır. Sonra da ki, müharibə gedə-gedə əlaqə saxlayırdıq, elə olurdu, blokadaya düşürdü, həftə ilə danışa bilmirdik. Yəni, bir sözlə, Əfqan müharibəni yaşamadı. Əfqanla bərabər müharibənin içində mən də yaşadım. Yəni, onun hər keçdiyi çətin yol var, hər döyüşdüyü yerlərdə mən onunla bərabər əzab-əziyyət çəkirdim. Mən bildiyim qədərilə müqaviləsi bitmişdi, yəni getməyə bilərdi. Bəli. Amma bütün bunlara rəğmən mən dedim ki, Əfqan, bəlkə getməyəsən. Yəni ki, toca sən də sənətin var, qayıdasan, geridə işləyəsən. Dedi ki, mama, burada müharibə gedir. Burada dedi ki, adam var ki, mənim gördüyüm işi görə bilmir. Onun yəni sahəsi bir başqa idi da. Onun yəni dron operatoru idi o. Dedim, amma burada cavan uşaqlar var, 18-19 yaşında əsgər gəlirlər. Bilmədən əllərində o şey partlayır, ölürlər. Mən deyir, onlara baxıram, fikirləşirəm ki, hər cavan öldükcə Ukraynanın gələcəyi ölür. Bəlkə gələcəkdə biri mühəndis, biri həkim olacaqdı. 50 plus öləndə deyirdi, biraz tərəddüd eləmirəm. Ancaq cavanlar öləndə, düzdür, özü də cavan idi. Özünün nə yaşı var idi ki, 33 yaşı var idi. Ancaq ki, elə ki, özündən də cavan 18-19 yaşındalar görürdü ki, bəlkə hansısa biri həkim olacaq, hansısa biri mühəndis olacaq, ona görə bir müddət deyildi ki, bu heç olmasa biliyimin bir miqdarını, yəni gələnlərə öyrədim. Sonra hə, bəlkə də özü də dediyim kimi yaralanmışdı, 6 dəfə kontuzyon olmuşdu Baxmutda. Yəni çox şeylərdən keçmişdi. Dedi ki, bir müddət
Ancaq bir müddət yəni özü onu çatdıranmadı. Fikirləri böyük idi. Yəni tək deyim ki, döyüşçü kimi kontraktla döyüşürdü, yox. Mən sizə yəni reallığı deyim ki, yenə də deyirəm, o daxilən döyüşürdü. Yəni içi ilə, vicdanı ilə savaşırdı. Bilirsiniz nədir? Biri var yola vermək dediyin şey Əfqan üçün yox idi. Hər şey dəqiq, düzgün, hər şey qaydasında olmalı idi. Yəni düşüncəsində bilirsən nə idi? Mən bir dəfə sual verdim ki, ay Əfqan, bu müharibə nə vaxt, nə zaman bitəcək? Dedi, mama, bilirsən haça? Axırıncı rus əsgərini öldürəndə biləcəyəm ki, müharibə bitdi. Yəni bu o amalından ki, bir dənəsində öldürsən, ən azı azalacaq. Mən bir gün ona sual verdim ki, ay əfəm, bizə də oldu da, 20 yanvar bizdə də olubdu. Yəni sənin yaşını onu görməsə də biz onu yaşadıq da, Rusun bizə təcavüzünü gördük. Sən Rusu bağışlayarsan? Sonra dedi ki, mama, yox. Çünki dedi, onların Buçada, İrpində nə elədiklər, mən gözümlə gördüm. Ümumiyyətcə bəşəriyyət durduqca Rusu insanlıq bağışlamayacaq. İndi belə bir sual verim. Müharibə şəraitidir. Müharibə dövründə dövlət də şəhid ailələri qarşısında, qazilər qarşısında bir öhdəlik götürür. Və siz necə bu öhdəliklərdən, bu imtiyazlardan yararlanmısınızmı? Və burada insanların sizə münasibəti? Mən avqust ayı Əfqan rəhmətə gedəndə gəldim, dəfn elədim. Hardasa 22 gün qaldım, getdim. Azərbaycanda qala bilmədim. Çünki mən uşağımı burada torpağa verib getmişdim. Gəldim. Yəni ki, indi 4 aydır. Əfqanın ad günü üçün bura gəldim. Mən 7 mart üçün buradaydım. Yəni cənnətdə ilk ad günü idi. Yəni belə deyim, yəni qanunla mən qanunla götürəndə düzdür, özünüz də bilirsiniz ki, sənəd hazır olmazsa heç bir imtiyazdan danışmaq olmaz. O bütün dünya üçün belədir. Mənim indi bəzi sənədlərimdə problem yarandı, bəzisində hələ düzəliş getməyib. Yəni qanun da 2026-da bildiyimə görə prezident də qanun verib. Biz şəhid anaları statusumuz olmalıdır. Yəni yerli adamlar kimi düzdür, biz Azərbaycan vətəndaşı deyilik. Bizə ömürlük bildiyimə görə oturum izni verir. Biz o imtiyazlardan, yəni yerli cəmaət kimi, şəhid anası kimi istifadə edə bilərik. Ancaq yenə də deyirəm, orada sənədlərin hamısı düzgün olmalıdır, düzgün toparlanmalıdır, düzgün, yəni düz mənə başa düşün, belə deyək də, hədəfi düzgün götürməlisən. Durub məsələn nəsə bir çatışmasa, nə dövləti günahlandırmayaq, nə də kimsə günahlandırmayaq. Sənin sənədlərin, yəni Azərbaycandan gələn sənədlər də düz olmalıdır. Burada toparladığın sənədlər də düz olmalıdır. Bəli, imtiyazları var. Məsələn, burada 55 yaşında pensiyaya çıxardılar bizi. Yəni şəhid anaların, ailə başçısını itirmişləri. Bunu da hamısını, yəni o oturum iznindən sonra olacaq. Yəni etap-etap deyil ki, hə bu gün gəldim, çatdım, hə Ukrayna qapısını açdı ki, hə bu şeylər sənindir. Yox. Hamısı zamanla indi sənədlərimi vermişəm, düzü 90 günümü ötürdüm bu ölkədə. Cəriməmi də ödədim. İndi oturum iznindən sənəd vermişəm. Əfqanın bəzi sənədləri var, ona sənəd vermişəm. Yəni gözləmədəyəm. Ancaq imtiyazlar olacaq. Dediyim kimi günü yəni gətirib hazır vermirlər də. O şeylərin dalınca özümüz də getməliyik ki, o hədəfi tapa bilək, o şeyləri eləyək. Tamam, bəs necə deyərlər, burada Azərbaycan cəmiyyətləri, diaspora, yəni bu sənədləri toparlamaqda hər hansı bir, belə deyim, o işlərinizə yoluna düşməsində bir köməklik eləmək istəyən və yaxud da köməklik eləyənlər varmı? Bəli, var. Yəni adam heç kimin də haqqına girməsin. Bəlkə də indi ad çəkmək, bilmirəm nə dərəcədə düz olardı, olmazdı. Ad çəkmək nə dərəcədə düz Yox, olmazdı. burada yəni elə bir qəbahət yoxdur. Yəni Azərbaycanlı var burada. Yəni əzəldən Əfqanın mərasiminə də baxsaz, yəni orada da iştirak eləyib, Akşin adında
cavan oğlandı, onun köməkliyi çox olub mənə. Şəmsi müəllim tanınmış advokatdır, özünüz bilirsiniz. Hə, vəkildir. Onun da rolu çox böyük olub. Yəni oturum iznində, yəni getmişik də, üz-üzə görüşmüşük də, yəni yaxşı da qarşılayıb, yəni qanunla. Yenə də deyirəm, mən qanundan kənar bir şey istəmirəm. Qanunla Təbii, nə qanun düşürsə, nədir o? yəni ki, o olsun. Yəni ki, köməklik diasporumuz var, Vidadi müəllim, sağ olsun. Yəni Əfqanın dəfnində də, yəni Sağ ürəkdən, olsun, candan, minnətdarıq. başdan iştirak eləyib. Mən heç birinin haqqına girmək istəmirəm. Əziyyətlər çox olub. Həmin günü, Əfqanın dəfn günü həqiqətən çox əziyyətləri oldu. Hər kəs işin gücünü buraxdı, orada iştirak elədi. Həmçinin indi də. Yəni başım sıxışanda, yəni bilirəm ki, gedəsi bir yerim var. Diaspor var, səfirlik var. Yəni Azərbaycanlılar var. Onsuz da hər yerin pisi yaxşısı var. Bunu da Təbii. qoyaq qırağa. Yəni hər şeyin, ancaq köməklik də eləyənlər var. Bir də igidliyinə görə 2-ci dərəcəli medal ilə təltif Bəli. olunub ölkə başçısı Bir gün tərəfindən. qoy sizə belə deyim. Bir gün saat 2-yə işləmişdik. Mən də Azərbaycanda fəhlə işləyirəm, Sokarda. Əfqan da bilirdi ki, mənim işim ağırdır, gecə tez yatıram. 2-yə işləyib zəng vurdum ama bilirsən nə olub? Dedim nə olub? Dedi ki, bəs mənə prezident medal verir. Siyahı ilə o medal gəlir siyahı ilə. Mən özlüyümdə düşündüm ki, Azərbaycan vətəndaşıdır, kontraktındadır. Dedim ay Əfqan, siyahı çıxmayınca özün həvəslənmə də. Birdən onlar adını çıxmaz siyahıda, pis olarsan. Mənə o siyahını göndərdi ki, 90 neçə nəfərik, içində mən də varam. O qədər, yəni gördüyü işə görə, gördüyü əziyyətə görə elə bir şey haqqı idi onu almaq. Ancaq biraz tərəddüd edirdim ki, bəlkə Azərbaycan vətəndaşıdır deyə verilməz də. Sonra da şəklini çəkdi, atdı, göndərdi ki, amma bax, ucu verilibdi. Ancaq həmən dövr Əfqan xəstəxanada idi. Ayağından yaralanmışdı, xəstəxanada yatırdı deyə. Yəni şəxsən alanmadı. Sonra uca durub yeriyəndə uca gətirib hərbisə təqdim eləmişdi. Allah rəhmət eləsin. Bir daha yeri behişt olsun. Sağ olun. Var. Yəni tək o deyil. Öz batalyonu tərəfindən verilən medallar var. Dediyim kimi döyüşdə yaralandığına görə bir gün zəng vurdu ki, amma veteranam mən. Oğlum veterandır. Dedim nədir? Dedi ki, bəs bu dövlətdə yaralanmısansa limit qoyublar. 2028-ə qədər limitin var. Qaz işığı, su pulu, nə bilim, işıq pulu, marşrut pulu, hamısı bizdə güzəştindəndir. Düzdür, istifadə eləyənmədi, çox heyf ki, ondan da yəni yararlana bilmədi. Ancaq yəni sağlığında da yəni nəsə eləmişdisə də müqabilində almışdı onun da. Sadəcə yaşasaydı daha yaxşı olardı. Cavan idi, gənc idi, savadı çox güclü idi. Hərbi cəhətdən çox güclü idi. Dediyim kimi, yəni otururdu bu adam, düşünürdü ki, mən bunu eləsəm, yəni bəlkə də videoları yerləşdirmək olsaydı, məsələn, buna göstəriş verilmişdi ki, bir miqdar Rus, bəlkə də 5-6 tankdır, 300-400 Rusdur, meşədə gizləniblər. Yəni bunu meşədə çox qalın meşədir. Şəklini çəkib göndərirdi, videonu çəkib göndərirdi. Buna göstəriş verilmiş ki, bu meşəni ağacların seyrətmək lazımdır ki, yəni o tanklar çıxsın da, üstü örtülü tanklar. Əfqan elə bir maddə hazırlamışdı ki, özündən alışıb yanırdı. Uca meşənin şəklini göndərdi ki, amma uca yavaş-yavaş onu eləyirəm ki, oradan onları çıxardıq. Yenə də deyirəm, vicdanınla, yəni özünkü kimi eləyirdi. Yəni öz işidir deyə, yola verim ya eləyim yox. Yəni çalışırdı özünün üstündəki, yenə də deyirəm, kimyəvi cəhətdən o kimyaçılar bilir də ki, nəyi nəyə qatanda alışır, nəyi nəyə qatanda partlayış olur. Bunları o, sizə bir şey deyim, düşürdü. Bir gün mənə bəlkə də tefal, bildiyimiz tefalı göstərdi. Mən də dedim, tefaldır, nə yaxşı çay içə bilirsiniz, orada isti. Dedi, ay mama, bu tefal deyil, bunun içinə bomba yerləşdirmişəm. Ruslar dedi, ölür məişət əşyasından yana, bunu göndərəcəyəm onlara.
Yəni ki, adi hel qabı dediyimiz o enerji içkilərin qabını o yığırdı, içinə bomba yerləşdirib dronla istifadə eləyirdi. Yəni belə bir şeydir. Yəni ki, nə bilim, heyf, çox Bəli, heyf. eşitdiyim qədərilə sənaye sahəsində də çox başarılı olub, bacarıqlı olub. Bir də Allah rəhmət eləsin. Sağ Yeri ol, cənnət olsun. Yeri behişt olsun. Başınız sağ olsun. çox sağ ol. Həqiqətən fəxr olunası bir oğul, bir evlad idi. Həqiqət. Allah rəhmət eləsin. Başınız sağ Çox sağ olsun. ol. Çox sağ ol. Короче, утром штурм будет. Это командир Музи-Пузи. Типа кривые, косы. Ну, рабочие. Короче, вот это солдаты. Штурм будет утром. Он всегда веселый. Он вечно думает. Вот этот. Не спал. Понятия не имею. А он, может быть, девушку найдет. Этот бухой, ему надо трезвость. Это фигня. Злой, влюбленный. Это инвалид. Вообще не разговаривает. Вечно зарплату ждет. Вечно голодный. История молчит, не понимаю. А это лишний. Короче, смирно. Стоит. Вийшли з Бахмуту. Слава Україні! Героям слава.